Salam, hər vaxtınız xeyir. Bu videoda sizlə vektor mövzusundan son illərin qəbullarına düşmüş suallara baxacağıq. Gəlin başlayaq. Deməli, ilk sualda deyir ki, düz xəttinin və koordinat oxlarının əmələ gətirdiyi üçbucağın daxilinə çəkilmiş çevrənin tənliyini yazın. Birinci biz burada üçbucağı çəkək. Deməli, üçbucağı çəkmək üçün bizə bir koordinat sistemi lazımdır. Bu bizim olsun koordinat sistemimiz. Koordinat sistemimiz necə tapırdıq? 3y çıx 4x bərabərdir 24. Buradan bir dəfə x oxun kəsdiyi nöqtə, bir dəfə y oxun kəsdiyi nöqtəni tapmalıyıq. Başlayaq x-i kəsdiyi nöqtə. Y bərabərdir 0, -4x bərabərdir 24, x bərabərdir -6. Deməli, x -6 nöqtəsində, yəni, biraz bu xətti soldan çəkim. Yəni, burada x oxun kəsəcək. Keçirəm, x bərabərdir 0 deyib, y oxun kəsdiyi nöqtəni tapıram. 3y çıx 4 vur 0 bərabərdir 24. 3y 24-dürsə, y də bərabərdir 8. Y bərabər 8 nöqtəsində də y oxun kəsəcək. Və bu nöqtələrin koordinat oxlarının əmələ gətirdiyi üçbucaq. Baxın, bir dənə belə burada üçbucağımız əmələ gəlir. Bu üçbucağımızın daxilinə çəkilmiş çevrənin nəyin istəyir bizdən? Tənliyin. Getdik. Birinci, bura 6, bura 8, bura 10. 6, 8, 10. Daxilinə çəkilmiş çevrənin radiusunu taparam. Radiusun düsturu A üstəgəl B çıx C bölü 2. Yəni 6 üstəgəl 8 çıx 10 bölü 2 bərabərdir. 6 üstəgəl 8, 14 çıx 14 bölü 2, 2. Radiusu tapdım 2. Bu da bizim çevrəmiz. Bu çevrəmizin deməli radiusu 2-dirsə, buradan bura məsafə də 2 eləyər, buradan bura məsafə də 2 eləyər. Düzdür, çevrəni biraz yaxşı çəkməmişəm, amma olsun. Deməli, buradan bura məsafə 2-dirsə, onda buranın koordinatı 0-dan sol tərəfə 2 vahid getsəm neçə eləyər? -2. İndi buraydı 6. 0-dan 2 vahid yuxarı qalxsam neçə eləyər? -2. Onda buranın koordinatları nədir? -2, 2. Onda çevrənin tənliyi necə olacaq? -2-nin əksi -2, -2-nin əksi -2. X üstəgəl 2, y çıx 2-nin kvadratları, radiusda neçədir? 2-nin kvadratı 4. Cavab D variantı. Baxaq ikinci suala. M-in hansı qiymətində vektorları perpendikulyardır? Perpendikulyar vektorların skalyar hasili 0 olur. -4 vur 10, üstəgəl 5 vur m bərabərdir 0-a. 5m bərabər 40, m də bərabərdir 8. D variantı. Burada bunu silin. M-i 8 tapdıq. Bir kiçik problem oldu deyə pis günə qaldı ekran. Üçüncü sualda paralelogramın təpə nöqtələri olarsa, C nöqtəsinin koordinatlarının cəmini tapın. Bura 0, 0-dır. A neçədir? 6, 2. Deməli, 6, 2, x 6 imiş. B neçədir? 6, 8. X 6, y 8-dir. Bizdən nə istəyir? C-nin koordinatları. C-nin bizim əlimizdə x koordinatı var 0. Qalıb bir dənə y koordinatını tapmaq. Və 6, 2-dən biz 6, 8-ə nə qədər qalxabilirik? Baxın, 6-lar eynidir. 2-dən 8-ə qədər nə qədər qalxacam? 6-dama. Deməli, bura 6 imiş. Yəni 8 çıx 2, 6. Ya da belə baxardım da, elə buradan baxın. Bu məsafə neçə olar? Buranın y-i 2-dir, burada 8. Buradan burada 2-dən 8-ə qədər 6-dır. Tapdıq. Paralelogramın BA tərəfin 6. AB 6-dırsa burada 6-dır. 0-dan nə qədər qalxmaq lazımdır C-yə çatmaq üçün? 6 vahid, yəni burada eləyər 0,6. Bizdən C nöqtəsinin koordinatlarının cəmini istəyir. 0 üstəgəl 6, cavab 6. A variantı. Vektorların skalyar hasilini hesablayın. Skalyar hasil 4 vur 8 üstəgəl -3 vur 9 bərabərdir 32 çıx 27 bərabərdir 5-ə. Y variantı. Baxaq 5-ci suala. Vektorları paralel olarsa M-in hasilini tapın. Paralel vektorun şərti nə idi? x1 böl x2 -6 böl n bərabərdir 3 böl 1 bərabərdir m böl -4. Çarpaz eləyib hər ikisini taparam. Çarpaz eləsək 3m bərabər -6, m bərabərdir -2. Çarpaz eləsəm m də bərabərdir -12. M-in hasili -2. -12 vur -2 bərabərdir 24. Cavab B variantı.
Nöqtəsindən tənəyi ilə verilmiş çevrəyə K nöqtəsində toxunan düz xətt çəkilmişdir. AK parçasının uzunluğunu tapın. Deməli, bir çevrəm var. Çevrənin mərkəzin koordinatları verilib. X çıxı 5, Y çıxı 3. Deməli, mərkəzin koordinatları nədir? 5 ilə 3. 5, 3 mərkəzin koordinatlarıdır. Radiusu R kvadratı 64-dürsə, radius da 8-dir. Bizdən -12 3 nöqtəsi gəlir. -12-ni bura, A nöqtəsini qoyaq bura. -12 3-ü qoyaq bura. Deyir, bu nöqtədən AK perpendikulyarı çək. AK toxunanı çəkilib. Bir dənə də AK toxunanı çəkdim. Bu oldu bizim AK toxunanımız. Biraz səliqəli çəkim. AK toxunanımız çəkilib. K nöqtəsindən toxunan düz xətt AK parçasının uzunluğunu tapın. AK. Getdik. Birinci mən nə edərəm? Buradan belə bir xətt çəkərəm. Bu xəttin uzunluğunu taparam. Böyle çevirəm, biraz səliqəyə salım, toxunana uyğun olsun. Deməli, biz birinci nə edərik? Çevrənin mərkəzi ilə bu məsafə arasında, bu nöqtə arasındakı məsafəni taparam. Buna da mərkəz deyək. Necə taparıq? AO bərabərdir -12-nin kvadratı üstə gəl 3 çıx 3-ün kvadratı bərabərdir 5 çıx -12. Bu da mənfi müsbət eləyər. 5 üstəgəl 12-nin kvadratı. Bu hissədə bizə 0 verir. Nə qaldı? Kök altında 17-nin kvadratı, yəni 17. Deməli, bura 17-dir. KO radiusdur. Radius da 8-dir. Avtomatik AK-da olacaq 8, 15, 17. Bizdən də buranı istəyir. Niyə? Bura 90 dərəcədir axı. Radiusla toxunanın arasındakı bucaq həmişə 90 dərəcə olur. 6-dan sonra baxaq 7-ci suala. Diaqonalların kəsişmə nöqtəsi koordinat başlanğıcında olan ABCD paraleloqramının iki təpə nöqtəsi C4, 5 və B-3, 2 olarsa, AC və BD vektorlarının skalyar hasilini tapın. Getdik. Deməli, diaqonalların kəsişmə nöqtəsi koordinat başlanğıcındadır. Deməli, diaqonallar burada kəsişib. Kəsişmə nöqtəsi koordinat başlanğıcında olan ABCD paraleloqramının iki təpə nöqtəsi C 4, 5-dir. 4, 5, x-i 4, y-i 5. Bura C nöqtəsi. B-3, 2. X-i -3. Y-i isə -2. Bizdən nə istəyir? AC və BD vektorlarının skalyar hasilini. Getdik. Deməli, burada nəyi görürəm? Diaqonalların kəsişmə nöqtəsi nədir? Koordinat başlanğıcı. Onda deməli, bu B-nin qarşısındakı tərəf B-yə koordinat başlanğıcına nəzərən nədir? Simmetrik. Baxın, bir dənə belə çəksəm bura. Bu C-dir, düzdürmü? Bunu elə diaqonalda axı olduğu kimi uzatsan, onda bu hissədə nə olacaq? 5-in əksi -5, 4-ün əksi -4. Burada olacaq A nöqtəsi A və gedirəm. İndi buradan eyni qayda ilə bura gəldim. Buradan da uzatdım. Nə olacaq? Düz uzatmalıyam. Uzatdım. Simmetrik formada. X -3-dürsə oldu -3. Y -2-dirsə oldu nə? -2-dirsə oldu nə? -2. Yəni, burada D-nin koordinatları nə olacaq? 3 -2. B-yə nəzərən simmetrik olaraq koordinat başlanğıcına nəzərən diaqonallar burada yerləşib deyə. Getdik. Buradan bizdən nə istəyir? AC və BD vektorlarının skalyar hasili. Birinci AC vektorunu yazıram. C-nin koordinatları 4 ilə 5-dir. A-nın koordinatları -4 ilə -5-dir. AC vektoru olacaq. AC vektoru bərabərdir. Sondan başlanğıcı çıxaq. 4 çıx -4 və 5 çıx -5. Bu olacaq AC-nin koordinatları. Onda tapdım ki, AC vektoru bərabər 4 çıx -4, mənfi müsbət olacaq. 4 üstəgəl 4, o da bizə verəcək 8. 8, bu da 5 üstəgəl 5 bizə nə verəcək? 10. Bu oldu 8, 10. Keçirəm BD-yə. BD də olacaq nə? Deməli, B-nin koordinatları -3, 2. D-nin koordinatları da 3, -2. Sondan başlanğıcı tutaq. 3 çıx -3 və deməli, D-dən -2 çıx 2.
Onda BD də olacaq nə? 3 çıx -3 6, -2 çıx 2 -4. Bunların da skalyer hasili 8 vur 6 üstə gəl 10 vur -4 bərabərdir. Deməli 48 çıx 40 bərabərdir 8. Y variantı. Keçək 7-dən sonra 8-ci suala. Vektorunun komponentlərini tapın, getdik. Deməli, ON üstəgəl OM. Gəlin birinci ON-i tapaq. O'nun koordinatları nədir? 0, 0. N'in koordinatları nədir? 4, -1. Biz ON-i tapmaq üçün nə etməliyik? ON bərabərdir. Sondan başlanğıcı çıxaq. 4 çıx 0 və -1 çıx 0. Onda ON-in koordinatları oldu 4 ilə -1. Keçirəm OM-ə. OM-də M-in koordinatları -1 ilə 5. Sondan başlanğıcı çıxacam. -1 çıx 0 və 5 çıx 0. -1 çıx 0, -1 və 5. Deməli, o M-in də koordinatları oldu -1 ilə 5. Gedək indi bunları toplayaq. -1, 5 OM-dir. ON nədir? 4 ilə -1. Elə bunun altından yazıram. 4 ilə -1. Rahat toplamaq üçün bu da ON-dir. Bunların cəmi 4 ilə -1 toplayanda 3, 5 ilə -1 toplayanda 4. Koordinatlar nə oldu? 3, 4. Cavab C variantı. Keçək 9-cu suala. Vektorları perpendikulyar olarsa nisbətini tapın. Perpendikulyardırsa skalyer hasilləri 0-dır. Yəni bunları vuraq bir-birinə. B çıx 3A vurulsun. B üstə gəl 3A bərabərdir nəyə? 0-a. Bu da eləyəcək. B kvadratı çıx 1 minus 1 plus iyrənc düsturda axı kvadratlar fərqi düsturu. B çıxılsın 3A vurulsun B üstə gəl 3A. Yəni B kvadratı çıxılsın 3A-nın kvadratı bərabərdir 0. B kvadratı çıxılsın 9A kvadratı bərabərdir 0. Buradan da 9A kvadratını atıram sağ tərəfə. B kvadratı bərabərdir 9A kvadratı. Bunu da necə yazırıq? B-ni kvadratda axı. Elə yazıram modulda B-nin kvadratı, 9 modulda A-nın kvadratı. Nəyin kvadratı bizə verəcək 9-u? 3-ün. Ona görə də yazıram B bərabərdir modulda 3A-ya. Buradan da aparıb yerinə qoyaram. 2 modulda B bölünsün A istəyir. B-nin yerinə də yazsam 2 vurulsun 3 vur modulda A bölünsün modulda A. A-lar gedər, qalar 2 vur 3, 6. Bu qədər. 9-dan sonra 10-cu sual. ABCD paraleloqramında AB üstəgəl AD -5, 12 olarsa AM parçasının uzunluğunu tapın. Deməli, AB budur. AB. AD də budur. Bunların cəmi nədir? -5, 12-dir koordinatları. Getdik. Mən bu AD-ni köçürürəm. Yəni, bura bir X deyirəm, bura bir Y vektoru deyirəm. Bu Y vektorunu köçürdürəm yuxarı. Oldu bura. X üstəgəl Y vektoru bizə nə verəcək? Bununla, bu vektorun cəmi bizə verəcək AC vektorun. Deməli, AB üstəgəl AD. Yəni, AC nə oldu? AC oldu -5, 12. AC-nin koordinatları bərabərdir -5 ilə 12. AC-nin gəlin birinci uzunluğunu tapaq. Modulda AC bərabərdir -5-in kvadratı üstəgəl 12-nin kvadratı kök altında eləyir nə? Modulda AC bərabərdir. Bunları toplayanda 169 verir. Kök altında o da eləyir 13. Bizdən AM istəyir. Diagonalda kəsmə nöqtəsində yarıya bölür deyə. Biz də 13-ü yarıya bölərik. Eləyər 6,5. Cavab Y variantı. Baxaq 11-ə. Nöqtələr üçün uyğunluğu müəyyən edin. Deməli, AB deyir ki, mərkəzi koordinat başlanğıcında və diametri 6 olan çevrə üzərində yerləşirlər. Baxaq burada. Deməli, mərkəzi koordinat başlanğıcında və diametri 6 olan çevrə. Mərkəzi koordinat başlanğıcında olan çevrənin tənliyi necə idi? Yazırdıq, 1-ə uyğun yazıram. X kvadratı üstəgəl Y-in kvadratı bərabərdir R kvadratına. Mərkəzi koordinat başlanğıcında qaydası buydu axı, X kvadratı üstəgəl Y kvadratı bərabərdir R kvadratı. Deyir ki, mərkəzi koordinat başlanğıcında və diametri 6 olan çevrə üzərində yerləşirlər. A-nı yoxlasam, 2-nin kvadratı ilə 3-ün kvadratı bizə nə verəcək? 4, 9, 13. Bizə verdimi diametri 6? Xeyr.
Yəni radius 13-dən heç nə çıxmır deyə diametri də 6 verməyəcək. Amma 2-yə baxsaz, 2 buna uyğun gəlir. 2-də sıfırın kvadratı üstəgəl 3-ün kvadratı bərabərdir r kvadratına, r bərabər 3, d bərabərdir 6. Mənfi 3-ün kvadratı üstəgəl sıfırın kvadratı bərabərdir r kvadratına, r bərabərdir 3, d bərabərdir 6. Deməli, A 2-yə uyğun gedər. A-nı sevdim, aradan götürdüm. O y oxuna nəzərən simmetrikdir. Y-ə nəzərən simmetrikdirsə, y qalıb x əksinə dəyişməlidir. Baxaq, y-ə nəzərən simmetrik. Burada yoxdur. Elə biri yoxdur ki, məsələn, bura baxın, burada y dəyişib. Burada ümumiyyətlə yəni ədəd yerində qalmayıb. 3-də də mənfi köçdü 3 bölgü həm y dəyişib, həm x dəyişib. Ona görə B-də heç birinə uyğun deyil. Koordinat başlanğıcda nəzərən simmetrik nə deməkdir? Hər ikisinin işarəsi dəyişməlidir. Bir dənə bura baxın, 2-də 1 idi, olub mənfi 2-də 1, mənfi idi, olub müsbət. Yəni işarələri x-nin, y-nin işarələri dəyişib deyə C bura uyğun gəldi. Koordinat başlanğıcda nəzərən. Mərkəzi koordinat başlanğıcında olan vahid çevrə üzərində yerləşir. Mərkəzi koordinat başlanğıcında vahid çevrə nədir? X kvadrat üstəgəl y-in kvadratı bərabərdir 1. Baxıram, yəqin ki, bura bu uyğun gələ bilər. 2-də 1-in kvadratı üstəgəl mənfi köçdü 3 böl 2-nin kvadratı bərabərdir 1-in kvadratı. 4-də 1 üstəgəl 3 böl 4 bərabərdir 1. Hə, bu düzdür. Və o birisini də yoxlasam, mənfi 2-də 1-in kvadratı üstəgəl köçdü 3 böl 2-nin kvadratı bərabərdir 1. 4-də 1 üstəgəl 3 böl 4 bərabərdir 1. Hə, bu da uyğun gəlir. Deməli, D bura getdi. Qaldı bir dənə Y. Y də yəqin 1-ə uyğun gedəcək. Onu da yoxlayaq. O x oxuna nəzərən simmetrikdirmi? Bəli. X-ləri qalıb, Y-ləri əksinə dəyişib. Burada da Y getdi. Bu qədər. Keçək 12-ci suala. X-in hansı qiymətində vektorların skaler hasili ən kiçik qiymət alır? Bunların skaler X-in hansı qiymətini deyir bizdən? Birinci gəlin vektorun skaler hasilini tapaq. 1-in x-i x-ə, mənfi 3x-i 4-ə, 5-i də x-ə vurub toplayacağıq. X-i x-ə, yəni x vur x, x1 x2, y1 y2, z1 z2 vurub bunları toplayırıq. X-ə x-ə vuranda, qoy bunu zoom edeyim və vərəqdə yazım. X-i x-ə vuranda x kvadratı çıx, 3x-i 4-ə vuranda 12x, 5-i x-ə vuranda plus 5x bərabərdir. X kvadratı çıx 7x. Buradan da x-in hansı qiymətində hasili ən kiçik qiymət alır. Bir neçə yolu var bunun. Mən törəmə ilə gedərəm. Bu hasildir. Hasilə bir y deyərəm. Ən kiçik qiymət nə vaxt alır? Törəmə 0 olanda. Törəməsi 2x çıx 7 bərabər 0, 2x bərabərdir 7, x bərabər 3/5. Cavab Y variantı. Ya da mənfi B bölü 2 ilə də o düsturla da tapa bilərdik. 12-dən sonra 13. Mərkəzi koordinat başlanğıcında olan və 2-6 nöqtəsindən keçən çevrənin tənini göstərin. 2-6 nöqtəsindən keçirsə x-in yerinə 2, y-in yerinə 6 qoyanda bu ödənməlidir. Yəni baxın, hamısı x kvadrat üstəgəl y-in kvadratıdır. Gəlin yazaq. 2-in kvadratı üstəgəl 6-ın kvadratı nə verəcək bizə? 40. Hansı uyğundur? B variantı. Bu qədər bəsit. 13-dən sonra baxaq 14-cü suala. Onlarsa C vektorunun uzunluğunu tapın. Belə bir şərt verib A-nı, B-ni. Hə, neyniyərəm? AC bərabər 2, BC bərabər 7. Məndə C-nin koordinatları yoxdur. C-nin koordinatları yoxdur deyə C-yə özümdən bir x, y yazaram. Burada yazıram C bərabərdir. X, y. Deməli, A vektoru mənfi 1, 4, B vektoru 4, mənfi 1. B vektoru isə 4, mənfi 1. 4, mənfi 1 getdik. AC vektoru, qələmi biraz qalınlaşdırım. Buradan A vur C bərabərdir 2-yə. Onda neyniyərəm? A-nı C-yə vuraram, yəni x-i mənfi 1-ə vursam, mənfi x, y-i 4-ə vursam, üstəgəl 4y bərabərdir 2-yə. Və bir də əlimdə nə var? BC bərabərdir 7. Onda B-ni 4-ü vuraram, x-i vuraram 4-ə, 4x, y-i vuraram mənfi 1-ə, çıx y bərabərdir 7. Bunu da 6 yazıram. Bizdən nə istər? C-nin uzunluğu. Mənfi x üstəgəl 4y2-dir.
4x çıx y bərabərdir 7. Yuxarını vuraram 4-ə. Onda olacaq -4x üstəgəl 16y bərabərdir 8. 4x çıx y bərabərdir 7. 6, 6 toplayanda bunlar gedər. 15y bərabər 15, y bərabərdir 1. 4x çıx 1 bərabərdir 7. 4x bərabərdir 8, x də bərabərdir 2. X-in, Y-in tapdıq C-nin, X, Y koordinatlarını tapdıqsa, bunun uzunluğu da nə olar? Kök altında 2-nin kvadratı üstəgəl 1-in kvadratı. Yəni kökdə 5. C variantı. Baxaq növbəti 15-ci sualımıza. Nöqtəsi vahid çevrə üzərində olarsa, m-in qiymətləri cəmini tapın. Vahid çevrə nə idi? Koordinatları cəmi 1 olsun. M çıx 4-ün kvadratı üstəgəl M çıx 5-in kvadratı bərabərdir 1-ə. Kvadratları cəmi 1 olmalı idi. M kvadratı çıxılsın 8M üstəgəl 16 üstəgəl M kvadratı çıxılsın 10M üstəgəl deməli 25 bərabərdir 1. Bu 1-i atıram sol tərəfə olsun, çıx 1 bərabərdir 0, kvadrat tənliyi alınır. M kvadratı çıx 18M, daha doğrusu 1, 2 dənə M kvadratı çıx 18M, 16 üstəgəl 25 çıx 1, eləyir üstəgəl 40 bərabərdir 0. Hər tərəfi 2-yə bölsəm, M kvadratı çıx 9M üstəgəl 20 bərabər 0. Bizdən də M-in qiymətləri cəmi istəyir. M1 üstəgəl M2 bərabərdir 9. Elə 9-u tapıb dayanırıq. Bizə bu 9 lazımdır. Baxaq 16-cı suala. Vektorlar arasındakı bucaq 120, A-nı 1, B-ni 4 verib, 3A çıx 2B-ni tapın. Baxın, A var, B var, nə istəyir? Modulda 3A çıx 2B. Bu tipli suallarda mütləq ağlınıza kök gəlsin. Niyə? 16 çıx 2B. Deməli, modul. Nə vaxt modula düşür ifadə? Demişdik, cüt dərəcədən kökün altında. Bunun əvəzinə yazıram bu formada. 3A çıx 2B-nin kvadratı. Buradan modula düşür axı ifadə. Bu da bərabərdir nəyə? Kök altında da hər dəfə modul işarəsini yazmıram. 9A kvadratı çıxılsın. Hasillərinin ikimisi 3 vur 2, 6, onda 2-yə 12AB üstəgəl 4B kvadratı bərabərdir. Deməli, bu nədir? 3, 9A kvadratı, bu 12AB, bu da nədir? 4B kvadratı. 9A kvadratının yerinə yazaram. 9 vur, modulda A kvadratı. Çıx 12AB-nin yerinə də yazaram. A vur, B vur, skalyar hasil nəyə bərabər idi? Modul hasil vur, kosinus alfa. Üstəgəl 4 vurulsun, B-nin də yerinə yazıram. Modulda B-nin kvadratı. Amma kökün altında. Bərabərdir. A-nın yerinə 1 qoyaq. 9 vur 1-in kvadratı. 1-in kvadratı çıx. 12 vur. A 1-dir, B 4-dür, modulda B. Vurulsun kosinus alfa, yəni kosinus 120. Gəlin bu qıraqdan kosinus 120 yazım. Kosinus 120 bərabərdir. Kosinus deməli 90 plus 30. Bu da ikinci rübdür deyə mənfidir. Olacaq mənfi. 90-da da ad dəyişdi oldu. Mənfi sinus 30. Yəni kosinus 120 bərabərdir mənfi 2-də 1-ə. Mənfi 2-də 1-ə. Ona görə burada kosinus 120-nin yerinə birbaşa mənfi 2-də 1 yazaram. Üstəgəl 4 vur B-nin kvadratı, yəni 4-ün kvadratı bərabərdir. 9 vur 1, 9. Mənfi mənfi oldu müsbət. Bununla bu getdi qaldı 2. 12-nin 2-yə 24. Üstəgəl 4 vur 4-ün kvadratı 64. Bərabərdir. Deməli 24, 64. Elədir 88. Üstünə də 9 gələndə elədir kökdə 97. Cavab A variantı. Keçək növbəti sualımıza. 17. Vahid vektor olarsa, x, y vektorunun uzunluğunu tapın. Deməli, vahid vektordusa, x kvadratı üstəgəl 0-ın kvadratı üstəgəl 1-in kvadratı bərabərdir 1-ə. Vahid vektor nə idi? Uzunluğu 1-ə bərabər olan vektor. Onda x kvadratı üstəgəl 1-in kvadratı 1-dir. X kvadratı da 0-dır. Deməli, x də neçədir? 0. X-i tapdıq 0. Keçək bu birisi tərəfə. Burada, səhv düşüb. 0,6-dır bu. 0,6-dır. Getdik. 0,6-ın kvadratı üstəgəl y-in kvadratı bərabərdir 1-ə. 0,6-ın kvadratı, yəni 0,36 üstəgəl y kvadratı bərabərdir 1-in kvadratına. Hər tərəfi kvadrata yüksəltdim kök aparmaq üçün. Y kvadratı bərabərdir
%36-nı atıram sağ tərəfə. 1-dən %36 çıxanda %64. Bizdən onsuz nə istəyir? X, Y vektorunun uzunluğu. Onda C vektorunun uzunluğu, yəni modulu bərabərdir kök altında x kvadratı üstəcək y kvadratı. X kvadratı 0-dır, y-in kvadratı %64-dür kök altında. Bunları toplayanda bizə verəcək kökdə 164, yəni da 0.8. Cavab A variantı. Baxaq 18-ci suala. Vektorlar arasındakı bucağı tapın. A çıx B, A üstəgəl B vektorları arasındakı bucağı. Gəlin tapaq. Deməli, bunu tapmağın bir neçə yolu ola bilər. İkisinin arasındakı bucaq istəmir. Skalyar hasil və vektorial hasil ilə falan da gedə bilərik, amma onun əvəzinə elə birbaşa mən A çıx B, A üstəgəl B-ni təyin eləmək istəyirəm. Bir də özümə əziyyət vermirəm. Deməli, bu A vektorudur. A vektoru 2, 2, 2. B vektoru 2, 0, 2. Getdik. Birinci tapaq A çıx B-ni. A çıx B bərabərdir. 2 çıx 2, 0. 2 çıx 0, 2. 2 çıx 2, 0. Bu A vektorudur. A çıx B vektorudur. Keçirəm o birisi A plus B vektoruna. A plus B vektoru da bərabər 2 üstəgəl 2, 4. 2 üstəgəl 0, 2. 2 üstəgəl 2, 4. Bunu da tapdıq. Bunların arasındakı bucağı istəyir. Kosinüs alfa bərabərdir. Yuxarıda skalyar hasil, aşağıda isə bunların modul hasili. A vur B. Amma burada bütöv vektor bunlardır. Yəni bütöv biri A budur, B də budur. Yuxarıda skalyar hasilini tapıram. 0 vur 4. Üstəgəl 2 vur 2. Üstəgəl 0 vur 4. Bölünsün. Bunların modulunu tapaq. Gəlin bu modulunu tapsam. Modulda A çıx B bərabərdir. 0-ın kvadratı üstəgəl 2-nin, kökü yazım. 0-ın kvadratı üstəgəl 2-nin kvadratı üstəgəl 0-ın kvadratı. Bu da eləyər kökdə 4, yəni elə 2 çıxar. Keçirik bu birisinə. Modulda A üstəgəl B-ni tapanda isə 4-ün kvadratı üstəgəl 2-nin kvadratı üstəgəl 4-ün kvadratı bərabərdir. 16, 4, 20, kökdə 36. Oradan da nə çıxar? 6. Deməli, modulları da oldu bunların 2 vur 6. Yuxarıda 4, aşağıda 2 vur 6, 12. İxtisar aparanda qalır 3də 1. Əgər kosinüs alfa 3də 1-dirsə, cavab da olar arc kosinüs alfa da bərabərdir. Arc kosinüs 3də 1. D variantı. Baxaq növbəti sualımıza. 19-da nöqtələri verilmişdir. C nöqtəsi AB parçasının orta nöqtəsidir. B nöqtəsinin koordinatlarını tapın. Deməli, bir A var, bir B var, bir də C. Deyir ki, C A ilə B-nin ortasıdır. A nədir? 2, -1, 0. B də bilmirəm, X, Y, Z. C bunun ortasıdırsa, onda nə olacaq? X ilə 2-nin cəminin yarısı 3-dür. Orta nöqtənin koordinatlarını necə tapırdıq? Toplayıb 2-yə bölməklə. X üstəgəl 2, 6-dır. X də bərabərdir 4. Keçirəm. Sonra buna Y-ə baxıram. -1 üstəgəl Y bölü 2 bərabərdir 0. -1 üstəgəl Y bərabərdir 0. Y bərabərdir 1. Keçirəm Z-ə. 0 üstəgəl Z bölü 2 bərabərdir 1-ə. Z də bərabər məxrəcdən buraxıb çarpaz etsəm 2-yə. Deməli, B-nin koordinatları nə oldu? 4, 1, 2. B variantı. Baxaq 19-dan sonra növbəti 20-ci suala. A və B-ni verib 2 açıq 5B vektorun komponentlərini tapın. Hə, çox bəsit bir sual. Deməli, A-nı verib 2A-nı tapaq. 2A, düzdür, burada belə olmamalı idi işarə, bu formada olmalı idi, amma olsun. 2A, yəni 2-ni vuraq A-ya, eləyər 2 vur 2, 4. -1-i 2-yə vursam, -2, 4-ü 2-yə vursam 8. Gedirəm 5B-ni tapıram. 5B, 5-i 3-ə 15. 5-i 0-a 0. 5-i -2-yə -10. Sonra da bunları elə 6-6-a çıxıram, rahat görüm deyə. 2 açıq 5B vektoru da olacaq. Bərabərdir. 2 açıq 5B, 4 çıx 15. -11. -2 çıx 0. -2. 8 çıx -10 nə verəcək? -, müsbət, yəni 18. -11, -2, 18. Cavab C variantı. 21. A, B vektorları perpendikulyar olarsa A vektorunun uzunluğunu tapın. Birinci perpendikulyardırsa bunların hasili 0-dır. -9 vurulsun -2 üstəgəl. Skalyar hasilini tapıram. 0-a bərabər edəcəm. -2 vurulsun -1 üstəgəl. X vur 4 bərabərdir 0-a. -9, -2.
18 üstəgəl 2 üstəgəl 4x bərabər 0, 4x bərabərdir 18 üstəgəl 2 20, 20-ni də sağa atıram -20, x də bərabərdir -5. X-i tapdım -5 və bura -5 imiş. Bu A-nı da taparam. Modulda A bərabərdir. Uzunluğunu istəyir axı. Kök altında -9-un kvadratı üstəgəl -2-nin kvadratı üstəgəl x-in kvadratı, yəni -5-in kvadratı. Bu da bərabərdir 81 üstəgəl 4 üstəgəl 25. Bunları da toplayanda bizə nə verəcək? Kök altında deməli 110. Cavab C variantı. Baxaq 23-cü suala. A, B vektoru verilmişdir. K-nın hansı qiymətində 3A üstəgəl B vektorunun uzunluğu 17-yə bərabər olar? Deməli, birinci burada 3A-nı tapaq, sonra 3A üstəgəl B-ni tapaq, sonra da uzunluğu 17-yə bərabər eləyək. 22-də deməli, A 5K, 5K -2-dir. 3A nəyə bərabərdir? 3A da bərabərdir. Bunları vuraq 3-ə. Vursam, deməli, 15, 3K və -6, 3A-dır. B ilə də işim yoxdur. B olduğu kimi qalsın yerində. 2, 15 və 6. 3A ilə B-ni bunları toplasam, 15 ilə 2-ni toplayanda 17, 3K üstəgəl 15 və -6 ilə də 6-nı toplayanda 0. Bunun da uzunluğu deyir 17 olsun. Uzunluğu 17 olsun, onda uzunluğunu tapaq. 17-nin kvadratı üstəgəl 3K üstəgəl 15-in kvadratı, x kvadrat üstəgəl y kvadrat üstəgəl z kvadratı bərabərdir 17-yə. Buradan da uzunluq nə idi? Kök altında x kvadratı, y kvadratı, z kvadratı idi axı. Buradan da hər tərəfi kvadrata yüksəldərəm. Kvadratla kök gedər. 17-nin kvadratı üstəgəl 3K üstəgəl 15-in kvadratı bərabərdir 17-nin kvadratına. 17-nin kvadratları islah olar. 3K üstəgəl 15-in kvadratı bərabərdir 0. 3K plus 15 0-dır. 3K bərabərdir -15, K da bərabərdir -5. Cavab D variantı. Baxaq 23-cü suala. Bizə deyir ki, 23-cü sualda çevrələrin mərkəzləri arasındakı məsafəni tapın. Çox rahat sualdır. Bunun mərkəzi n bərabərdir 3 ilə 1. Bu birisinin mərkəzi isə -3 ilə -1. M1 yazıram, burada M2 yazıram. Demişdik, bunların əksini götürürük də, -3 ilə -1. Aralarındakı məsafə M1, M2 bərabərdir kök altında 3 çıx -3-ün 3 çıx -3-ün kvadratı plus 1 çıx 1-in kvadratı. 1 çıx 1 0, 3 çıx -3 də 6. Kök altında 6-nın kvadratı 36, oradan da 6 çıxar. Cavab A variantı. Vektor mövzusundan imtahana düşmüş suallardan da bu qədər. Fikir versəz, yəni çox qeyri-adi qaydalar yoxdur. Çevrənin tənliyi, skaler hasil, modul. Burada ən maraqlı sual mənə görə sınaq sualı idi. Baxın, deməli, yox, sınaq sualı yox, bu 16-cı sual. Ən maraqlı sual bu 16-cı sual idi. Bir dənə bunu unutmayın ki, bu formalı ifadələrdə gördüyünüz əziyyət çəkirsiniz. Bu köhnə illərdə də bir dəfə istifadə olunub. Kök altında yazın. Kök altında kvadrat topluda bunun qoşması da olmalıdır. Bu formada yazın, mütləq cavab sızacaq. Bu mövzudan da bu qədər. Videonu bəyənib kanala abunə olmağı unutmayın. İmtahanda hamınıza uğurlar. Sağ olun, salamat.